Real intervyu efirdədir və biz Naxçıvanda Regional Dost Mərkəzinin açılışından danışacağıq. Bilirsiniz ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin açılışda iştirak etdilər və bildirildi ki, 2030-cu ilə qədər ölkə üzrə dost mərkəzlərinin sayı 18-ə çatdırılacaq. Beləliklə, studiyamızın qonağı Dost Mərkəzinin idarə heyətinin sədr müavini Seymur Aliyevdir. Salam Seymur müəllim, xoş gəlmişsiniz. Xoş gördük. Seymur müəllim, təbii ki, biz Dost Mərkəzinin fəaliyyətindən danışacağıq. Ancaq öncə qeyd etdiyimiz kimi istəyərdim Naxçıvanla başlayaq. Yeni bir mərkəzin açılışı və burada vətəndaşlara xidmət zamanı hansı prinsiplər əsas götürülüb? Çox sağ olun suala görə. Naxçıvan Dost Mərkəzi Dost Agentliyinin sayca 8-ci mərkəzidir. Bizim bütün dost mərkəzlərimizdə hal-hazırda 15 istiqamət üzrə 164 xidmət göstərilir. Bizim əsas prinsiplərimiz şəffaflıq, bir pəncərə vasitəsilə operativlik, əlçatanlıq vasitəsilə vətəndaşlarımıza xidmət göstərməkdir. Bəs ümumiyyətlə bu dost mərkəzinin fəaliyyəti bugün məsələn nədən ibarətdir? Biz bilirik ki, bir neçə ildir ki, artıq fəaliyyətdədir və artıq regionlarda yavaş-yavaş dost mərkəzlərinin sayı artır. Ümumiyyətlə bunun müsbət tərəfləri nədir? Yəni bu belə deyək ki, insanları daha çox nələrdən xilas edir? Dost Agentliyi Əmək və Ailə Sosial Müdafiəsi Nazirliyinin ön ofisi kimi qəbul olunur. Nazirlik tərəfindən və digər yardımçı xidmətlərlə bir yerdə olmaqla qeyd etdiyim 164 xidmət vahid mərkəzdə bütün vətəndaşlarımıza göstərilir. Burada vətəndaşlar müraciət etdikdə 15 sahə üzrə bunlar əsasən əmək pensiyalarıdır, sosial müavinətlər, sosial xidmətlər, həmçinin əmək məşğulluq və Nazirliyin profilinə aid olan bütün xidmətləri bir mərkəzdən əldə edə bilər. Yəni Naxçıvan Dost Mərkəzinin açılışında olduğu kimi gördüyünüz kimi burada həmçinin bizim qazilərimizə, əlilliyi olan şəxslərimizə protez ortopedik vasitələrin verilməsi, əlilliyin təyin edilməsi, həmçinin reabilitasiya vasitələri ilə təmin olunması bir mərkəz vasitəsilə göstərilir. Yəni fəaliyyətdə 2019-cu il mayın 9-dan açılan bir sahib dost mərkəzindən indiyənə qədər biz bu illər ərzində kumulativ olaraq 4,7 milyon əhaliyə xidmət göstərmişik. Bu il ərzində isə sırf 2026-cı il ərzində artıq 600 minə yaxın vətəndaşa xidmət göstərmişdir və çox maraqlıdır. Yəni bizim üçün qürurverici haldır ki, hal-hazırda bizim məmnunluq səviyyəsi 98,9%-ə çatmışdır. Bəs Naxçıvanda Dost Mərkəzinin açılması hansı zərurətdən yarandı? Biz özünüz də bayaq qeyd etdiniz ki, 18 mərkəzin yaradılmağına ehtiyac var. Biz çalışırıq hər regionu əhatə eləyək. Bir mərkəz adətən bir iqtisadi regionda yaranır və onun digər qəbul şöbələri və məntəqələri olur. Bizim strategiyamıza əsasən 18 mərkəzin açılması və həmçinin mərkəzdən savayı da qəbul şöbələri və məntəqələr vasitəsilə əhaliyə xidmətin əlçatanlığını təqdim etməkdir. Çünki bildiyimiz kimi işğaldan azad olunan ərazilərdə də bizim qəbul şöbələrimiz və həmçinin ilk dəfə 2022-ci ildə Cənab Prezidentin iştirakı ilə açılışı başlanan Ağalda Smart Village'də bizim Smart Dost məntəqəmiz var. Yəni əhali çox olan yerdə biz mərkəz açırıq, mərkəzi yerlərdə, digər yerlərdə qəbul şöbəsi və həmçinin Füzulidə və işğaldan azad olmuş digər ərazilərimiz olan Kəlbəcərdə bizim qəbul məntəqəmiz fəaliyyət göstərir. Yəni qeyd etdiyim kimi çalışırıq ki, bizim bütün xidmətlər vətəndaşlarımız üçün əlçatan olsun. Yəni nə qədər elektronlaşma olsa da, yəni 90% elektronlaşma səviyyəmiz olsa da, vətəndaşlar hələ də fiziki müraciət edirlər və mərkəzlərə və qəbul şöbələrinə üst tuturlar. Ona görə də biz bu şəbəkələşməni davam etdirməkdəyik. Daha çox, məsələn, hansı kriteriyalar üzərində götürülür bu? Deyək ki, hansı əsaslarla da, tutaq ki, bugün Naxçıvanda yarandı, sabah digər ərazilərdə yaranacaq. Yəni bu, belə edərkən hansı kriteriyalar nəzərə alınır? İqtisadi regionlaşma gedib bizdə ölkəmizdə. Çalışırıq ki, hər bir iqtisadi regionda bir mərkəz olsun və o mərkəzə tabe olan qəbul şöbələri və məntəqələr əhalinin sayından asılı olaraq, yəni iqtisadi regionun mərkəzində daha çox əhalisi olan yerdə üstünlük verilir. Bu rayonda mərkəz yaradılır. Naxçıvanda bildiyimiz kimi ayrıca bizim iqtisadi rayondur, Naxçıvan iqtisadi rayonudur. Və orada mərkəz yaradılıb və bu mərkəzdən savayı olaraq biz digər Naxçıvan Muxtar Respublikasının ərazisində olan Ordubad, Şərur,
Culfa digər rayonlarında da qəbul şöbələrinin açılması çox yaxın zamanda planlaşdırılır. Yəni bu il ərzində biz artıq hansı ərazilərdə məsələn? Orada olan bütün rayonlarda, yəni Naxçıvan mərkəzində DOST mərkəzi fəaliyyət göstərəcək, amma digər qeyd etdiyim Ordubad, Şahbuz, Şərur, yəni digər rayonların hər birində də DOST mərkəzinin qəbul şöbələri fəaliyyəti planlaşdırılır bu il ərzində. Aydındır. Seymur müəllim, DOST mərkəzinin genişləndirilməsi regional sosial xidmətlərinə necə təsir göstərir? Adətən biz statistikalarla görə bilərik ki, yəni vətəndaşlar məmnunluğu artıq qeyd elədim mən. Vahid yerdən xidmətlər getdiyinə görə, yəni biz ön ofis olduğumuza görə data baza formalaşdırılır. Biz xidməti təkmilləşdirməyə başlayırıq. Yəni bizim arxa ofislərimiz, Nazirliyin digər qurumları DOST vasitəsilə öz xidmətlərini təkmilləşdirirlər və bunun nəticəsində də yəni nəinki DOST özü, həmçinin bizim arxa ofislərimizdə beynəlxalq mükafatlar əldə etməyə davam edirlər. Ən sonuncu bu illəri Dövlət Sosial Müdafiə Fondunun BMT-nin həmin qeyd etdiyim mükafatına layiq görülmüşdür. Həmçinin o da Cənab Prezidentə təqdim oldu Naxçıvan Respublikasının açılış vaxtı. Az öncə siz əlilliyin təyin olunması ilə bağlı bir məsələni qeyd elədiniz. Daha çox bundan başqa hansı sahələr üzrə müraciətlər çoxdur? Bizdə klassik olaraq birinci yerdə ən çox müraciət olunan əmək pensiyalarının təyinatı ilə bağlı yenidən hesablaması olur. Yəni, pensiyalar müraciət olur və ikinci yerdə məşğulluq sahəsində göstərilən xidmətlərdir. Vətəndaşlar vakansiya üzrə müraciət edirlər, iş yerləri barədə məlumat əldə etmək üçün, həmçinin peşə hazırlığına cəlb olunması, özünə məşğulluq xidmətlərindən istifadə edilməsi. Yəni, bu iki xidmət həmişə bizdə ön sıralarda olan xidmətlər, yəni DOST müraciətlərdə birinci, ikinci yerdə bu xidmətlər olur. Bəs Qarabağ və Şərqi Zəngəzurda az öncə qeyd etdiniz ki, smart layihə şəklində fəaliyyət göstərir, amma sayının artması planlaşdırılırmı? Yəni bu qeyd elədik ki, biz 2030-cu ilə qədər say 18-ə çatdırılacaq. Yəni bu sayların içində Qarabağ və Şərqi Zəngəzurda varmı? Bəli, bütün ölkəni əhatə etmək fikrindəyik biz. Yəni əhalinin köç sayından asılı olaraq, yəni qəbul şöbəsi və yaxud da ki, smart məntəqə nəzərdə tutulur. Ağalı ilk yer olduğuna görə orada yalnız bir kəndidir deyə biz Smart DOST məntəqəsini quraşdırdıq, amma Kəlbəcərdə və Füzulidə orada hal-hazırda bizim DOST məntəqəsi fəaliyyət göstərir. Həmçinin Şuşada bizim qəbul şöbəmiz var. Bu il ərzində Xankəndidə Smart DOST məntəqəsinin açılmasını planlaşdırırıq. Həmçinin digər yerdə də köçlər artdıqca Laçında və digər ərazilərdə DOST şəbəkəsinin genişləndirilməsi planda tutulub. DOST şəbəkəsi ilə bağlı qarşıda hansı layihələr var? Bizim yəni şəbəkələşməni qeyd etdim. Həmçinin biz bu il Xankəndi şəhərində Sotskov konfransını keçirmək istəyirik, onu ənənəvi hala gətirmək istəyirik. Ötən il Sotskov, birinci Sotskov keçirildi. Burada daha çox süni intellekt, sosial həllər üçün nəzərdə tutulmuşdu. Yəni beynəlxalq və milli daxildən də maraqlar var idi. Bu il ərzində biz o müsabiqəni elan eləmişik və həmin Sotskov konfransını Xankəndidə keçirmək planlaşdırmışıq oktyabr ayında. Biz bilirik ki, ümumiyyətlə bu DOST mərkəzi mühüm bir layihədir. Həm işlərin asanlaşdırılmasında, həm belə deyək ki, sakinlərə, insanlara xidmətin göstərilməsində və s. Hər hansı bir formada belə deyək ki, təcrübəsinin öyrənilməsi prioritetdirmi qarşıda? Çünki adətən biz hər hansı bir təcrübəni başqa ölkələrdən götürürük. Bu baxımdan soruşuram ki, yəni müraciətlər varmı? Bəli, bizə müraciətlər var. Hal-hazırda ən son mərhələdə ən ciddi müraciət Moldova Respublikası tərəfindən aparılır. Orada hətta DOST mərkəzlərinin yaradılması nəzərdə tutulub. Onlarla bizim memorandum imzalayacağıq. Olan memorandum əlavə olaraq Moldovadan savayı Özbəkistan Respublikasının bizə marağı var. Həmçinin konsulluq səviyyəsində biz Tacikistan Respublikası ilə araşdırmalar aparırıq. Avropadan, Rumıniyadan bizə maraq var idi. Həmçinin Afrikadan bəzi ölkələr də artıq müraciət edib DOST modelini özündə tətbiq etmək istəyirlər. Artıq müraciətlər var? Bəli, müraciətlər var. Yəni Moldovada qeyd edeyim, son mərhələdə də artıq açılmağına, bu il ərzində açılmağa nəzərdə tutulub ki, orada DOST mərkəzinə uyğun bir xidmət mərkəzləri açılacaq. Bəs hansı kreativ layihələriniz var? Ümumiyyətlə, belə imkanlar çox genişdir. Yəni, DOST xidmətinin belə də imkanlarını, genişliyini nəzərə alaraq, burada nəzərə alaraq ki, əlilliklə bağlı məsələlər var. Bu baxımdan soruşuram.
bizim hal-hazırda fəaliyyət göstərir. Regionlarda da onun bölmələri yaradılır. Həmçinin Naxçıvanda da cənab prezidentə təqdim olundu. Naxçıvan Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin layihəsi nəzərdə tutulub. Yəni burada əlilliyi olan şəxslər müraciət edərək bir neçə sahə üzrə təlimlərdən keçərək benefisiar olurlar. Onların əl işlərini sonra hal-hazırda görürük ki, əl işləri nümayiş olunur. Onların satış portalı da yaradılıb, dostart.az, o da cənab prezidentə təqdim olundu. Bu sahədə, yəni yaradıcılıq sahəsində də bizim fəaliyyətimiz davam edir hal-hazırda. Mən Seymur müəllim, yenidən qayıtmaq istəyirəm elə Naxçıvan məsələsinə, Naxçıvanda açılan yeni dost mərkəzindən. Hazırda soruşmaq istəyirəm ki, ümumiyyətlə orada nə qədər işçi fəaliyyət göstərir və əhatəsi nə qədərdir? Ümumiyyətlə digər Şahbuzlu və yaxud da ki, oraya yaxın olan Ordubad ərazilərdə və digər ərazilərdə də, yəni bütün bunları da mı əhatə eləyəcək? Naxçıvan Dost Mərkəzi bütün Naxçıvanı əhatə eləyir. Yəni orada qeydiyyat məsələsi olmadan istənilən, yəni ümumiyyətlə bizim hal-hazırda Dost Mərkəzində yəni vətəndaşlar istənilən dosta müraciət edə bilərlər. Yəni qeydiyyat məsələsi olmadan həm Naxçıvanda, həm burada bütün Dost Mərkəzlərində hamıya eyni xidmət göstərilir. Ştat vahidi olaraq mərkəzdə 117 nəfərin çalışması nəzərdə tutulur. Həmçinin öz ştatından savayı mərkəzdə 50 nəfər könüllünün də xidmətindən istifadə edəcəyik biz bir gün ərzində. Yəni bildiyimiz kimi könüllülük proqramı dost könüllüləri artıq neçə illərdir fəaliyyət göstərir və tanınan proqramlardan biridir. Biz Naxçıvan Dost Mərkəzində də könüllülərin xidmətlərindən istifadə edəcəyik. Deməli, könüllülər də fəaliyyət göstərir. Hazırda Naxçıvanda da mı var? Bəli, 117 nəfər öz əməkdaşı olacaq, 50 nəfər könüllü. Artıq avqustun 17-sindən mərkəzin qapıları vətəndaşlarımız üçün xidmətə açıq olacaq. Biz bir məsələni də soruşmaq istəyərdim. Ümumiyyətlə Naxçıvanda dost mərkəzi soruşum. Burada məsələn işçi ilə bağlı, məsələn işçilərin işə götürülməsi ilə bağlı məsələlər necə tənzimlənir? Bizdə əvvəldən daxildən qəbul olunur. Çünki bildiyimiz kimi dost mərkəzləri yarandıqca Nazirliyin digər qurumları həmin ərazidə olan inzibati vadlərə bağlanırdı. Yəni biz ilk növbədə Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğul Agentliyinin, həmçinin CERA-nın həmin ərazi üzrə olan müsabiqə elan edirik və öz işçilərimizdən seçirik. Ondan sonra bizim ikinci yerdə ən çox duran statistikamıza əsasən könüllü sahəsindən, yəni dost könüllülərdən seçilmiş şəxslər arasından seçilən şəxsləri işə cəlb edirik və üçüncü mənbədə Nazirlik tərəfindən elan verilir. Nazirliyin saytından bizim vakansiyalar çıxarılır ora. Bəli, yəni biz artıq indiyənə qədər könüllülər siyasından 200-dən çox şəxsi işə cəlb etmişik. Seymur müəllim, başqa hansı istiqamətlər üzrə, məsələn, belə deyək ki, bu öz töhfəsini verir? Könüllü sahəsində yəni bizdə çox istifadə edirik onların könüllülərdən. Yəni bizim təkcə genel dost deyil, bir neçə yerə bölünür. DigiDost var, Teledost könüllü layihəmiz var. Həmçinin İKT üzrə bizdə var. Yəni istiqamətlər çoxdur. İstiqamətlər çoxdur, bəli. Gümüşü dost layihəsi var. Biz orada yəni yaşı 55-dən yuxarı şəxsləri könüllü layihələrinə cəlb edirik. Yəni onlar həm iki nəsil arasında, gənc və yaşlı nəsil arasında körpü rolunu oynayır bir növ. Yəni fərqli layihələrimiz var bizim könüllü sahəsində. İndi ola bilsin ki, bizə indi həmin belə deyək ki, ekran başında bizi izləyənlər var. Hansı formada buna müraciət edə bilərlər ümumiyyətlə? Dost Agentliyin saytına müraciət edir. Dost Qovaz orada könüllü ol bannerına müraciət edib məlumatlarını daxil etməklə könüllü ola bilərlər. Aydındır. Çox sağ olun, təşəkkür edirəm sizə, minnətdaram. Qeyd edək ki, biz Dost Mərkəzinin imkanlarından danışdıq və xüsusilə də Naxçıvanda açılan yeni regional Dost Mərkəzindən danışdıq. Beləliklə, studiyamızın qonağı Dost Mərkəzinin İdarə Heyətinin sədr müavini Seymur Aliyev idi.